məhv olmuş həyatıma baxıram. Özümə deyirəm, bu qədər acıya necə dözürəm mən. Ağdam şəhidi Nəcəfli Elxan Şükrüoğlunun anası rəhmətə gedib. Allah oğluna qovuşturdu. Bütün şəhid anaları oğluna qovuşdun tezliklə. Ən çətini odur ki, Elmarsız yaşamağımdır. Mənim daxilimdə zəif bir ürək döyünür, amma ürəyin içində ən güclü Allahım var. Yaxşıyam, ən böyük yalanımdır. Amma ən çox istədiyim cümlə də odur. Yaxşıyam, sağ ol. Ey qapıları açan Allahımız, biz şəhid ailələrinə ən xeyirlisini aç. Halımızı ən gözəl hala çevir. Haldan hala çevirən Allahım, hər şey sənin öz əlindədir. Gözəl anam, eyni dərddəyikdən sən bizə gəlmişsən. Təşəkkür edirəm. Allah köməyin olsun. Sənə qurban. Allah razı olsun səndən.